Sabahınız xeyir, hörmətli izləyicilər. İndicə qarşıma bir video çıxdı. Elman deyir ki, millət vəkili, Cəlilabad Avropa ölkələrindən yaxşıdır. Hörmətli Elman müəllim, mən bilmirəm siz hansı mənada deyirsiniz. Bilmirəm Cəlilabadda siz nə vaxt olmusunuz, mən bilmirəm. Amma mən sizə bir məsələni deyim. Mən ötən illəri Cəlilabadda oldum. 5 gün qaldım burada. Cəlilabad Azərbaycanda rayonlar arasında mədəni quruculuq işləri baxımından ən geri qalmış rayonlardan bilirsiniz. Siz elə belə deyə də bizim ölkənin başçı cənab prezidentimizə də informasiya verir ki, Cəlilabad inkişaf edir. Cəlilabadda Heydər Əliyev parkı var. Böyük, möhtəşəm parkı. Kim yaradıbsa Allah canın sağ eləsin. Ancaq o parkın içərisində kafirlər bəzi yerlərdə qopub baxan yoxdur. Divarlar qapqaradır bəzi yerdə. Çöl tərəfdən divarlar dağılıb, ətrafı zibilxanadır. Siz bilirsiniz bunu. Gedin baxın da. Küçələrdə işıq yoxdur. Bəzi küçələr, inan valla, Hindistan əyalətinin küçələrinə oxşayır. Bir dənə inkişaf yoxdur Cəlilabadda. Siz nəyi tərifləyirsiniz? Nə üçün tərifləyirsiniz? Kimi tərifləyirsiniz? Bu dərəcədə ay Elman müəllim, şişirdici danışıq olmaz da. Gedin bir baxın da, mən dediyim yerlərə gidin baxın. Mən 5 gün orada qalmışam. Çox gözəl insanlar var orada. Mənim dostlarım var orada. Yaxşı mərd insanları, Cəlilabad insanları, qonaqpərvərdilər. Amma çox təəssüf ki, bu qonaqpərvər mərd adamların rayonu bərbad gündədir, bərbad. İnkişaf yoxdur rayonda. Vallahi yoxdur. Gəlin bir Xaçmaza gəzin, gedin bir başqa rayonları gəzin. Baxın və sonra gidin Cəlilabada, baxın görüm, nə gündədir o Cəlilabad? Mən bilmirəm siz nəyə tərifləmişsiniz. Yəqin ki, mən ötən illəri gedib gəzmişəm və sosial şəbəkələrdə o bərbad vəziyyəti göstərmişəm, küçələrdə göstərmişəm, onların parkının ətrafını zibilxana da göstərmişəm. O tutmuşam. Minlərlə adam baxıb. Bilmirəm, nəticəsi olub, olmayıb. Mən ötən il getmişdim. İndi siz gidin baxın görüm, o Cəlilabad nə gündədir? Gidin baxın, bəlkə ola bilsin müəyyən işlər görülür burada. Amma Cəlilabad siz dediyiniz səviyyədə tərifli deyil. Gedib baxarsınız, görərsiniz, fikirlərinizi bir də deyərsiniz. Sağ olun.